Sağlamlığının qeydinə qalan hər kəsi salamlayıram. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Baxaq görək dünyada və ölkədə hansı vacib tibb hadisələri baş verib. Ümumdünya Səhiyyə Təşkilatına üzv olan ölkələr birlikdə saziş imzalayıb. Bir tərəflər olsa da, əksərən leyhinə səs verənlərin qərarı nəticəsində onların pandemiya dövründə bir-birlərinə dəstək olmaları, eyni zamanda inkişafdan geri qalan ölkələr, az inkişaf etmiş ölkələrə də dəstək olmaları barədə maddələr var. Ümumdünya Səhiyyə Təşkilatına üzv ölkələr mayın 19-dan 27-sinədək Cenevrədə keçirilən Ümumdünya Səhiyyə Assambleyası 78-ci sessiyasında pandemiya ilə mübarizə üzrə sazişin qəbul edilməsinə səs verib. İclasda iştirak edən 124 üzv ölkə sazişin leyhinə səs verib, əleyhinə səs verən olmayıb. İsrail, İran, İtaliya, Polşa, Rusiya və Slovakiyada daxil olmaqla 11 ölkə bitərəf qalıb. Müqavilənin təsdiqlənməsi üçün 83 səs çoxluğu tələb olunub. Saziş layihəsi mayın 20-sində Ümumdünya Səhiyyə Assambleyasının plenar sessiyasında rəsmi olaraq qəbul ediləcək. Pandemiya ilə mübarizə üzrə saziş, gələcək pandemiya təhdidlərinin qarşısının alınması və cavab tədbirlərinin görülməsində qlobal əməkdaşlığı gücləndirmək məqsədi daşıyır. Müqavilə layihəsinə əsasən Ümumdünya Səhiyyə Təşkilatı ölkələri patogenlərə çıxış və faydaların bölüşdürülməsi sistemi yaratmağı, peyvəndlərin, testlərin, pandemiya ilə əlaqəli digər tibbi ləvazimatların istehsalı üçün bilik və texnologiyaların ötürülməsində bir-birinə kömək etməyə öhdəsinə götürür. Razılaşma həmçinin inkişaf etməkdə olan ölkələrə yardım göstərmək üçün maliyyə koordinasiyası mexanizminin yaradılmasını, eləcə də qlobal təchizat zəncirinin və logistika şəbəkəsinin yaradılmasını əhatə edir. Ölkəmizdə 18 yaşına çatmamış ana olan qızların sayı 1000-dən çoxdur. Bunu eşitmək dəhşətlidir, amma bir ürək açan məqam da ondan ibarətdir ki, ötən ilə nisbətən bu say azalıb. Ümid edirəm ki, maarifləndirmə işləri və erkən yaşda ana olmağın ziyanları həm qadına, həm uşağa bu barədə bildikdən sonra getdikcə say tamamilə azalacaq və olmayacaq. 2024-cü ildə 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 1279 nəfər olub. Bu rəqəm ötən ilin məlumatında göstərilən saydan 463 nəfər daha azdır. Ölkənin iqtisadi rayonları üzrə 18 yaşadək analar tərəfindən doğulan uşaqların say cədvəlindən görünür ki, erkən nikah halları üzrə ən az göstərici Şərqi Zəngəzur iqtisadi rayonu və Abşeron Xızı iqtisadi rayonunda, ən çox göstərici isə Mərkəzi Aran və Qarabağ iqtisadi rayonunda olub. İllik məlumat Parlamentin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin iclasında müzakirə olunub. Azərbaycan Respublikasının Ailə, Qadın, Uşaq Problemləri üzrə komitə belə bir təklif irəli sürüb ki, nəyə görə ancaq qadınlar uşaqlıq məzuniyyətinə çıxır? Belə bir məsələ var ki, tamamilə ödənişsiz olaraq kişilər də atalıq məzuniyyətinə çıxsın. Dünyanın bir çox ölkələrində bu praktika var. Ümid edirik ki, Azərbaycanda da tətbiq olunacaq və körpəliyinin ilk illərini həm ana, həm atanın mütəmadi varlığı ilə övlad böyüdüləcək. Məncə çox gözəl təşəbbüsdür. Baxaq. Həyat yoldaşlarının uşaq dünyaya gətirməsi ilə əlaqədar atalara ödənişsiz məzuniyyətin verilməsi təklif olunur. Bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında əks olunub. Qeyd olunub ki, məşğulluq sahəsində qarşıya qoyulan vəzifələrdən biri də həyat yoldaşlarının uşaq dünyaya gətirməsi ilə əlaqədar atalara verilən 14 günlük ödənişsiz məzuniyyətin verilməsidir. İllik məlumat Parlamentin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin bugünkü iclasında müzakirə olunub. Xatırladaq ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən atalar müəyyən hallarda məzuniyyət alma hüququna malikdirlər. Bu hal əsasən uşağın anasının doğum zamanı və ya sonrasında sağlamlıq vəziyyəti ilə əlaqəli, yaxud uşaqla bağlı ilkin qayğı məsələləri üçün nəzərdə tutulub. Sadəcə ölkəmizdə deyil, bütün dünyada diabet xəstələrinin sayı artmaqda davam edir. Bu isə təbii ki, iqlim, stres, sağlam qidalanmama və hərəkətsizliklə bağlıdır. 2024-cü ildə Azərbaycanda ilk dəfə şəkərli diabet diaqnozu qoyulmuş 33533 nəfər qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, onlardan 1134 nəfəri insulindən asılı olan, 32399 nəfəri isə insulindən asılı olmayan şəkərli diabet xəstəsidir. Məlumata görə, ötən il ölkə üzrə tibb müəssisələrində ümumilikdə 423523 nəfər şəkərli diabet diaqnozu ilə qeydiyyatda olub. Onlardan 39211 nəfəri insulindən asılı olan, qalanı isə insulindən asılı olmayan xəstə kimi qeydə alınıb. 2023-cü ildə ölkədə ilk dəfə şəkərli diabet diaqnozu qoyulmuş 30500 nəfər qeydə alınıb.
Alimlər gördü ki, insanlar peyvənd olmaq istəmir, yığılıb necə edək ki, ağcaqanadları dərmanlayaq sualının cavabını axtarmağa başladılar. Ağcaqanad işləyəndən sonra dünyada 600 mindən çox insan, xüsusən çoxu da uşaq olmaqla malyariya xəstəliyindən əziyyət çəkir və hətta həyatının dünyasını dəyişir. Nəticə etibarilə alimlər yeni bir üsul tapıblar. Ağcaqanadları necə sağaltmaq olar, onları necə müalicə etmək olar ki, malyariya daşıyıcısı olmasınlar. Harvard Universitetindən bir qrup alim həşəratların ayaqları vasitəsilə udulduğu təqdirdə malyariyadan uğurla xilas ola biləcək dərmanlar hazırlayıb. Nature jurnalında dərc edilən məqalədə parazitləri 100% öldürən 2 yüksək effektiv dərman ağcaqanad torlarına bənzər material üzərində sınaqlardan keçirilib. Torlar üzərinə düşən ağcaqanadlar öldürən inteksidlərə toxunub. Ağcaqanad torla təmasdan sağ qalsa belə içindəki zərərli parazitlər ölür və malyariyanı ötürmür. Bu eksperimentin ilkin mərhələsi laboratoriya şəraitində sübut edilib və ikinci etapın Efiopiyada həyata keçiriləcəyi bildirilir. Nə sağlam qidalanma, nə fiziki hərəkətlər uzun ömürlüyün sirri açıqlandı. Bilirsinizmi nəymiş? Qohum-əqraba, dost-tanış, sevdiyin insanla ünsiyyətdə olmaq. Sən demə, insanlarla ünsiyyətdə olmaq stresi o qədər azaldır ki, ömür uzanır. Baxaq. Uzunömürlülüyün gözlənilməz amili açıqlanıb. Amerikalı psixiatr Robert Waldinger elmi araşdırmalar nəticəsində aşkarlanan uzun ömürlülüyün gözlənilməz amillərindən danışıb. Waldinger bildirib ki, uzun ömürlülüyü təmin edən əsas amil fiziki hərəkətlər və yaxud da düzgün qidalanma deyil, sosial əlaqələrdir. Sosial əlaqələr bədənə mənfi təsir göstərən stresi aradan qaldırır. Həkimin sözlərinə görə uzun ömürlülük üçün böyük jestlər etmək vacib deyil. Sadəcə ailə üzvlərinə və dostlara qayğı göstərmək kifayətdir. Bu səbəbdən smartfonu bir müddət kənara qoyub yaxınlarla vaxt keçirmək ən faydalı olan işdir. Bundan əlavə, darıxdırıcı əlaqələri canlandırmaq üçün ümumi fəaliyyət növləri tapmaq da həddindən artıq vacib şərtlərdən biridir, deyə psixiatr vurğulayıb. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən vacib tip xəbərlərini Saf televiziyasında izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.